Bura Aleksandriya məhkəməsidir. Uşaqlar, məhkəmədən çıxıram. Deməli, nə olub? Bir Azərbaycanlı qoduq götürürdü mənim həyat yoldaşımı, anamın şəkillərini sünnətlə düzəldirdi və hər yerdə paylaşırdı. Mənim yaxınlarımı, dostlarımı paylaşırdı. Mənlə düşmənçilik edən hər kəslə dostluq eləyirdi və onlara da düzəldib şəkillər atırdı. Bu günlərim, bu son gəldi bu söhbətə. Mənə bu insanın bir şəkli gəldi, çıxdı. Bu şəkillə mən onun adını, familiyasını, adresini kimi tapdım. Hamısını mən də ortaya qoydum və bu günlərin bu insan özünü doğradı, getdirdi xəstəxanaya, xəstəxanadan apardılar bunu dəlixanaya. Oradan çıxıb gedəsi birbaşa polis idarəsinə və anası da gəldi, atası da gəldi, hamı gəldi, üzr istədi. Bu hekayə də belə bitdi. Yəni, burada demək istədiyim odur ki, dostlar, bu uğraşdığı, alçaqlığı, İnsanları şər eləməyi qutarın. Əgər bacarırsınızsa, faktlarla, sübutlarla gəlin. Bacarmırsınızsa, belə alçaqlıqla, uğraşdıqla, şərəfsizliklə əvvəl-axır hamımız tapılasınız. Sizin kimi nə qədər adamlar var ki, onlar kimi, bu uşaq kimi nə qədər insan var ki, belə hərəkətlər eləyir. Süni intellektlə şəkillər düzəldir. Birinci, hamımız bir-bir tapılasınız. Bunun vəziyyətdən sonra evinin içinə kimi gidik, qapına yazılan yazılarda göstərdik.